Havaların isinməsi ilə açıq və yüngül ayaqqabılara maraq artır. Kimisi görünüşünə, kimisi hündür və ya alçaq daban olmasına, kimisi də sadəcə dəbdə olduğuna görə fərqli modellərə üstünlük verir. Ayaqqabı bəzən sadəcə geyimi, obrazı tamamlayan detal kimi görünür, amma seçim zamanı bir çox məqamlara diqqət edilməlidir. Xüsusilə də əgər yay aylarında alırsınızsa, bu zaman onun görünüşündən çox rahatlığına fikir vermək daha vacibdir. Yay mövsümündə ayağı sıxmayan parça və ya digər yüngül modellərə tələbat daha çox olur. Yayda ayaqlar daha çox tərləyir, şişkinlik yarana bilir. Bu da ayaqqabı seçimini daha həssas edir. İlk baxışda rahat görünən model günün sonunda narahatlıq yarada bilər. Ayaqqabı alarkən yalnız ölçü yox, materialı, altlığı və ayağı necə dəstəklədiyini bilmək lazımdır. Bəzi ayaqqabılar yalnız ayaqlarda deyil, diz və bel nahiyəsində də əlavə yük yarada bilir. Xüsusilə nazik altlıqlı və ya həddindən artıq düz modellərin uzun müddət istifadəsi narahatlığa səbəb ola bilər. Bu səbəbdən həkimlər ayağın anatomiyasına uyğun seçim etməyi məsləhət bilir. Ayaqqabı içərisində iki tərəfdən qabarıqlıq, yəni bunu supinator tipdə ayaqqabılar, daban hissəsində stabilliyi saxlayacaq bir yumuşaqlığın olması, bu yaşlı nəsildə və orta nəsildə ayaqlarda yarana bilər plantar fassit, yəni fasciyanın və yaxud da daban periartritinin qarşısını ala bilir. Ayaqqabıların üz qabığı və əsas hissəsi dəridən olması çox önəmlidir. Dəri olmazsa belə xüsusi orqanik materiallar olmalıdır. Hava keçirsizliyini təmin etməlidir. Mütəxəssislər ayaqqabını günün ikinci yarısında ayaqların daha real ölçüdə olduğu vaxt sınamağı tövsiyə edir. Əsas məsələ isə seçdiyin modelin rahatlığıdır. Çünki düzgün ayaqqabı seçimi həm də sağlam addımlar deməkdir.